Limon qabığının faydaları. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Limon sağlamlığa xeyirli sitrus meyvəsi kimi tanınır və həm təbii müalicələrdə, həm də müxtəlif yemək reseptlərində geniş istifadə olunur. Adətən limonu sıxıb suyunu istifadə edirik və qabığını atırıq. Amma əslində limon qabığının sağlamlıq üçün inanılmaz faydaları və istifadələri var. Limon qabığında meyvənin öz şirəsindən təxminən 8 dəfə daha çox qida maddəsi olur. Buraya lif, kalium, maqnezium, folat, kalsium və beta-karotin daxildir. Limon qabığını yemək üçün onu sürtkəcdən keçirməyi və sonra istifadə etmək üçün dondurmağı tövsiyə edirəm. Bu sürtkəcdən keçirilmiş qabığı yeməklərin üzərinə səpə, sağlamlıq üçün faydalı şirələrə və smuzilərə əlavə edə və ya sadəcə taxıl, yulaf kimi dənilərdən hazırlanan səhər yeməyi ilə qarışdıra bilərsiniz. Eviniz üçün təbii təmizləyici hazırlamaq istəyirsinizsə, limon qabıqlarını bir bankaya qoyub üzərinə ağ sirkə tökün. 2 həftə saxlayın, sonra süzün. Süzülmüş mayeni eyni miqdarda su ilə qarışdırın və mətbəx səthlərini və çətin çirkləri təmizləmək üçün istifadə edin. Evinizdə qarışqa və ya digər həşəratlar varsa, qapı və pəncərə kənarlarına limon və ya laym qabığı qoyaraq onların qarşısını ala bilərsiniz. Soyuducuya bir neçə limon qabığı atın. Bu, soyuducunu təbii şəkildə dezodorasiya edir və ona təravətli qoxu verir. Ləzzətli limonlu kərə yağı hazırlamaq üçün sadəcə təzə kərə yağını sürtkəcdən keçirilmiş limon qabığı ilə qarışdırın. Sonra streçə büküb kalbasa formasına salın. Soyudun və daha sonra ətlərin və müxtəlif yeməklərin üzərinə əlavə etmək üçün dilimləyin. Limon qabığını 3 dəfə qaynadıb üzərinə şəkər əlavə edərək dadlı limon konfetləri hazırlaya bilərsiniz. Mikrodalğanızı təmiz və xoş qoxulu etmək üçün kiçik bir qaba su və biraz limon qabığı qoyun. Mikrodalğada 5 dəqiqə qızdırın, sonra içində 30 dəqiqə saxlayın. Bıçaq və zinət əşyalarındakı inadkar ləkələri təmizləmək üçün onları limon qabığı ilə cilalamaq kifayətdir. Qabıqdakı təbii yağlar onlara parıltı verəcək. Dırnaqları ağartmaq üçün limon qabığını dırnaqların üzərinə sürtə bilərsiniz. Limon qabığını qab yumaq üçün də istifadə etmək olar. Sadəcə bir ovuc qab yuyucuya əlavə edin. Limon turşusu qabları parıldadacaq. Paltarlardakı tər ləkələrini aradan qaldırmaq üçün limon qabığını ləkənin üzərinə sürtün. Yaxşıca ovun və yumazdan əvvəl bir gecə saxlayın. Sarımsaq, soğan və digər qidaların əllərdə buraxdığı kəskin qoxunu yox etmək üçün limon qabıqlarını barmaqların və ovucuların arasında sürtün. Limon qabıqlarını qurudub, biber dənələri və dəniz duzu ilə birlikdə üyüdərək dadlı limonlu ədviyyat hazırlaya bilərsiniz. Limon qabığını biraz su ilə qaynadaraq mətbəxə gözəl, təbii və təravətli qoxu verə bilərsiniz. Qaynadıqca yayılan buxar otağa xoş iyi verir. Eyni effekti əldə etmək üçün limon qabıqlarını sobada yandıra bilərsiniz. Tərkibindəki təbii yağlar yandırıldıqda xoş sitrus qoxusu yayılır. Unutmayın ki, həm limon, həm də laym qabığı eyni faydalara malikdir. Hansını daha çox sevirsinizsə, onu istifadə edə bilərsiniz. Dinlədiyiniz üçün çox sağ olun. Belə videoların davamını gəlməsini istəyirsinizsə, bu videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın.